Salam dəyərli həmkarlar. Bugünkü mövzumuz sizinlə məktəb psixoloqları üçün ümumi tərtib olunmuş 100 testin izahından ibarətdir. Burada daxildir psixologiyanın predmenti, psixi inikasın inkişaf formaları, əşyavi fəaliyyət, duyğular, qavrayış, diqqət, hafizə, ali psixi funksiyalar, iradə, psixoloji xidmət qaydaları haqqında. İndi isə gəlin ilk testimizlə başlayaq. Psixologiya elminin predmentini nə təşkil edir? A bəndi insan beyninin anatomik quruluşu, B bəndi psixi hadisələr, yəni psixi proseslər, psixi hallar və psixi xassələr, C bəndi yalnız xarici davranış, D bəndi sosial münasibətlər. Yoldaşlar, psixologiyanın predmentini psixi hadisələr təşkil edir. Psixi hadisələr özü də 3 qrupa bölünür. Psixi proseslər, psixi hallar və psixi xassələr. Ona görə bizim düzgün cavabımız B variantıdır. Öncədən onu qeyd edim ki, testlərdə, imtahanlarda istər işə qəbul olsun, istərsə də sertifikasiya imtahanı olsun, bu xəttdən sonraki hissələr düşmür. Mən sadəcə olaraq qruplarımda yaddaş olaraq qeyd edirəm ki, göz yaddaşı olaraq xatirlərində qalsın. Sadəcə olaraq düşən cavablar psixi hadisələr formasında yazılır. Sonra test 2. Psixi prosesi ilə psixi halı fərqləndirən əsas cəhət nədir? A bəndi psixi proses uzun, psixi hal qısadır. B bəndi psixi proses daxili psixi fəaliyyət, psixi hal isə müəyyən müddət davam edən mövcud vəziyyətdir. C bəndi psixi hal yalnız emosiyalardır. D bəndi onlar tamamilə eynidir. Yoldaşlar, biz sizinlə danışanda dedik ki, psixi prosesə qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, yəni daxili psixi fəaliyyətdir. Psixi halı isə məsələn kədər, yorğunluq, dirçəliş, bunlar müəyyən müddət davam edən vəziyyətdir. Hətta biz açar söz olaraq demişdik ki, nisbi davamlığa malikdir. Psixi xassələr isə temperament, xarakter, qabiliyyət idi ki, bunlar uzun müddətli və sabit xüsusiyyətlərdir. Ona görə bizim dolğun cavabımız olur B variantı. Test 3. Psixologiyanın iki əsas tədqiqat metodları hansılardır? A bəndi test və sosiometriya, B bəndi müşahidə və eksperiment, C bəndi anket və müsahibə, D bəndi yalnız laboratoriya tədqiqatları. Yoldaşlar, psixologiyanın iki əsas tədqiqat metodu var, müşahidə və eksperimentdir. Biz demişdik ki, eksperiment özü də təbii eksperiment və laborator eksperiment olaraq da iki yerə bölünür. Digər variantda olan cavablar isə yardımcı metodlar hesab olunur. Test 4. Güzəran psixologiyasını elmi psixologiyadan fərqləndirən əsas cəhət nədir? A bəndi. Güzəran psixologiyası daha düzgündür. B bəndi. Güzəran seyrici təsviri, qeyri-sistemli, elmi sistemli, metodlu yoxlanıla bilən bilikdir. Bəli, həqiqətən də güzəran psixologiyası seyrici təsviri xarakter daşıyır, qeyri-sistemlidir, yoxlanılmayan bir bilikdir. Elmi psixologiya isə sistemli metodla əldə edilən, yoxlanıla bilən, ümumiləşdirilə bilən bir bilikdir. Nəzəriyyə, eksperiment, praktika paraqdimasında çıxış edirik. Ona görə düzgün cavabımız B variantıdır. Test 5. Kedrovun elmlər üçbucağında psixologiya hansı mövqedə yerləşir? Kedrovun elmlər üçbucağına nəzər yetirdikdə biz görürük ki, psixologiya bir tərəfdən fəlsəfə, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən isə humanitar elmlər daxilindədir və bütün elmlərin bir modelinin təsvirini görmək mümkündür. Ona görə düzgün cavabımız B variantı. Test 6. Psixologiyada diferensiasiya ilə inteqrasiya prosesinin fərqi nədir? A bəndi. Onlar eyni prosesdir. Xeyr, eyni proses deyil. B bəndi. Diferensiasiya elmin sahələrə ayrılmasıdır. Bəli, inteqrasiya isə sahələrin birləşməsi, ümumi qanunların tapılmasıdır. Bəli, B variantı düzdür. İnteqrasiya daha yenidir. Xeyr, heç bir fərq yoxdur. Xeyr, aralarında fərq var. Diferensiasiya sahələrə ayrılmadır, inteqrasiya isə həmin sahələr arasında birləşmənin olmasıdır.
Differensial psixologiya termini psixologiyada kim tərəfindən istifadə olunmuşdu, yaxud kim tərəfindən daxil edilmişdi? Yoldaşlar, differensial psixologiya termini 1900-cü ildə Alman psixoloqu William Stern tərəfindən daxil edilmişdi və əsas məqsədi yoldaşlar, fərdi fərqləri öyrənir, əsas metodu isə testlər metodudur. Ona görə bizim düzgün cavabımız B variantıdır. Test 8. Test metodunun müşahidə metodundan fərqləndirən əsas cəhəti nədir? A bəndi. Test daha uzun çəkir. Xeyr yoldaşlar. Testin qısa müddətli olan növü də var. B variantı test standartlaşdırılmışdır. Bəli, standart formada olur. Cəmiyyət nəticəsi verir. Bəli, bizim özümüzün istifadə etdiyimiz orada hazır açar sözlər olur, orada hesablamalar olur. Məsələn, 0 baldan 30 bala qədər aşağı, 30 baldan 60 bala qədər orta, 60 baldan 120 bala qədər isə yuxarı göstərici olaraq göstərilir. Məsələn, yenə deyirəm. Yəni, bu nədir? Artıq standartlaşdırılmış bir testimiz olur əlimizdə və açar ifadələr vasitəsilə biz həmin testi nəticələrini işləyirik. Ona görə testin əsas xüsusiyyəti budur. Müşahidədə keyfiyyət xarakter daşıyır. Bəli, həqiqətən də biz istənilən metodu tətbiq edərkən müşahidə metodunu da yanaşı metod kimi istifadə edə bilirik. Ona görə düzgün cavabımız B variantıdır. C bəndi müşahidə daha dəqiqdir. Xeyr yoldaşlar, test daha dəqiqdir. Hətta deyə bilərik. D bəndi test yalnız uşaqlar üçündür. Xeyr, bütün yaş kateqoriyaları üçün test metodundan istifadə etmək mümkündür. Və hər bir yaş kateqoriyası üçün də həmin testdə ayrılmış bir hissə olur ki, məsələn, burdan diqqət testi bu yaşdan bu yaş aralığı üçün olan və yaxud da ki, daha yuxarı yaş üçün olan, ona görə test metodunun hər yaş kateqoriyasına, hər yaş dövrünə aid olan növlərinə biz rast gəlirik. Yəni, test standartlaşdırılmışdır, cəmiyyət nəticəsi var, normalarla müqayisəsini etmək mümkündür, müşahidə isə keyfiyyət xarakteri daşıyır, dərin məlumat verir, lakin onu biz rəqəmlərdə test kimi istifadə edə bilmirik. 9-cu testimiz. Psixologiya elminin praktik məqsədi nədir yoldaşlar? A bəndi yalnız nəzəri bilik əldə etmək, xeyr, yalnız deyil. B bəndi psixoloji bilikləri insan həyatının tənzimlənməsinə, inkişafına, sağlamlığına tətbiq etmək, bəli. C bəndi tibbi diaqnoz qoymaq, xeyr. Yalnız patoloji halları müalicə etmək, xeyr. Çünki bizdən sadəcə psixologiya elminin praktik məqsədinin nə olduğunu soruşur. Psixologiya elminin praktik məqsədi əldə edilmiş bilikləri insanın həyatına, fəaliyyətinə, sağlamlığına tətbiq etmək məqsədi daşıyır. Məsələn, məktəbdə də məktəb psixoloqunun da fəaliyyətində biz bunu görə bilirik ki, artıq burada bu həmin müəssisədə çalışan, həmin müəssisədə təhsil alan şəxslərin həyatında önəmli rol oynayan bir sahəyə çevrilib artıq. 10-cu test. Psixologiya ilə pedaqogikanın əsas fərqi nədir? A bəndi psixologiya yalnız böyükləri öyrənir, xeyr. Məsələn, uşaq psixologiyası da var. Ona görə A bəndi səhvdir. B bəndi psixologiya inkişaf qanunlarını, bəli, pedaqogika idarə etmə qanunlarını öyrənir, deyə bilərik. C bəndi pedaqogika daha köhnə elmdir, xeyr. Biz deyirik ki, hətta eradan əvvəl 4-cü əsrdə Aristotelin ruh haqqında traktatında psixologiyaya aid olan anlayışlara rast gəlirik sistemli şəkildə. Ona görə pedaqogikadan daha yəni pedaqogika daha köhnədir deyə bilmirik. Heç bir əlaqəsi yoxdur. Xeyr, onların əlaqəsi nəticəsində diferensiasiya və inteqrasiyası nəticəsində hətta pedaqoji psixologiya, təhsilin psixologiyası və s. kimi sahələr də mövcuddur. Ona görə yoldaşlar, bizim düzgün cavabımız B variantıdır. Çünki hər ikisinin obyekti inkişaf edən insandır. Psixologiya inkişafın necə baş verdiyini öyrənir, yəni psixi inkişaf haqqında bir növ deyə bilərik. Pedaqogika isə həmin inkişafı necə idarə etmək olar, istiqamətləndirmək, hansı formada mümkündür, onlar haqqında bizə dərin elmi və praktik biliklər verir. Test 11. Leontivə görə psixikanın yaranmasının obyektiv meyarı nədir? A bəndi qıcıqlanma qabiliyyəti, B bəndi həssaslıq, siqnal xarakterli qıcıqlara reaksiya, C bəndi yalnız hərəkət qabiliyyəti, D bəndi isə bioloji yetkinlik. Yoldaşlar, Leontivə görə həssaslıq psixikanın meyarıdır.
orqanizm bilavasitə həyati əhəmiyyətli qıcıqlara qarşı cavab verir və bu artıq psixikanın başlanğıcı hesab olunur. Siz psixikanın təkamülü haqqında olan mövzuda da bu cümləyə rast gəlirsiniz. Yenə qeyd edim, testlərdə, sizdə, imtahanda bu hissələr olmur. Sadəcə olaraq həssaslıq deyə bir anlayış olur. Test 12. Leontiyevin psixikanın inkişaf mərhələlərinin ardıcıllığı hansıdır? A bəndi intellekt, perseptiv sensor, B bəndi sensor, elementar sensor psixika, perseptiv psixika, intellekt mərhələsi, bəli, C bəndi intellekt, sensor, perseptiv, D bəndi yalnız 2 mərhələsi var yoldaşlar. Xeyr, yalnız 2 mərhələsi yoxdur. Leontiyevə görə 3 mərhələdir. Elementar sensor psixika mərhələsi 1, ikinci perseptiv psixika mərhələsi də artıq burada bütün obrazlardan söhbət gedir. Üçüncü isə gəlir intellekt mərhələsidir. Burada artıq 2-də fərqli, belə deyək, alətlərdən, fərqli müqayisələrdən istifadə olunduğunu biz görürük. Biz buna deyirik ki, intellekt mərhələsi daha üst mərhələdir. Elementar sensor ilkin mərhələdə olaraq ədəbiyyatlarda adlandırılır. Test 13. Qıcıqlanma ilə həssaslıq arasındakı əlaqə necədir? A bəndi qıcıqlanma həssaslığın üst kateqoriyası. Xeyr yoldaşlar, əksinə. Həssaslıq, qıcıqlanma ilkin bioloji hesab olunur. Həssaslıq ondan sonra yaranır. B bəndi həssaslıq qıcıqlanmadan inkişaf etmiş daha yüksək formadır. Bəli, həqiqətən həssaslıq qıcıqlanmadan sonra yaranır və siqnal qıcıqlara reaksiya əlavə edilmişdir. Bəli, yəni əhəmiyyətlidir, abiotikdir və yaxud biotikdir. Onlar tamamilə eynidir. Xeyr, həssaslıq yalnız insanda var. Xeyr, həssaslıq canlılarda mövcuddur. Ona görə yoldaşlar, burada bizim düzgün cavabımız B variantıdır. Qıcıqlanma yalnız bilavasitə həyati qıcıqlara reaksiya verir. Həssaslıqda isə həm həyati, həm də əhəmiyyətsiz olan, yəni siqnal xarakterli qıcıqlara da reaksiya verir. Həssaslıq daha mürəkkəb formadır. Psixikanın başlanğıcını da yenə qeyd edirəm, biz həssaslıqla əlaqələndiririk. 14-cü test. Engelsin əmək insanı yaratdı tezisindəki həlledici amillər hansıdır? A bəndi yalnız bioloji mutasiyadır. B bəndi əmək fəaliyyəti, alət istifadəsi, kollektiv həyat, nitq, bəli. C bəndi yalnız beynin böyüməsidir. D bəndi yalnız sosial mühitdir. Yoldaşlar, Engels əmək fəaliyyəti, alət istifadəsi, kollektiv əmək, ünsiyyət ehtiyacı, nitq. Bu proses insan şuurunun formalaşmasına gətirib çıxarmışdı. Ona görə düzgün cavabımız B variantıdır. Test 15. Heyvan psixikasını insan psixikasından fərqləndirən ən mühüm cəhət hansıdır? A bəndi heyvanlar daha güclüdür. Xeyr. B bəndi insan şuurlu, ixtiyari, nitqlə vasitəli. Heyvan isə instinktiv situasiya ilə bağlı. Bəli. C bəndi heyvanlar da şuura malikdir. D bəndi yalnız hafizədəki fərq var. Xeyr yoldaşlar. İnsan psixikası şuurludur, ixtiyaridir, nitqlə vasitəlidir, ictimai tarixi inkişafın məhsuludur, hətta deyə bilərik. Heyvan psixikası isə daha çox instinktiv xarakter daşıyır, situasiya ilə bağlıdır, bioloji ehtiyaclarla şərtlənmişdir. Ona görə bizim düzgün cavabımız B variantıdır. Şuurun quruluşuna nələr daxildir? A bəndi yalnız hafizə, xeyr. B bəndi bilik, yəni idrak, münasibət, yəni emosiya, hiss, fəallıq, iradə, yəni bəli. C bəndi yalnız emosiya, D bəndi yalnız diqqət. Yoldaşlar, şuurun quruluşu 3 əsas komponentdən ibarətdir. Birinci bilikdir. Burada idrak prosesləri daxildir. Məsələn, duyğu, qavraş, hafizə, təfəkkür, təxəyyül və s. yəni nümunə göstərə bilərik. İkinci gəlir münasibətdir. Münasibətə biz emosiya və hissləri göstəririk. Üçüncü isə artıq fəallıqdır. Burada iradə, məqsəd və fəaliyyətdən söhbət gedir. Yəni şuurun quruluşu 3 komponentdən ibarətdir. Test 17. Qıcıq, analizator, psixi hadisə. Bu sxem nəyə göstərir? A bəndi reflektor qövsü, B bəndi duyğunun fizioloji mexanizmini, reseptor qıcığı qəbul edir. Bəli, beyin qabığında duyğu formalaşır. C bəndi şuurun formalaşmasını, D bəndi öyrənmənin mexanizmini. Yoldaşlar, bu sxem duyğunun fizioloji mexanizmini əks etdirir.
qıcıq, reseptor, yəni analizatorların periferik hissəsi, keçirici yollar, beyin qabığı mərkəzi və duyğu. Pavlovun analizatorlar nəzəriyyəsinə uyğundur yoldaşlar. Ona görə bizim düzgün cavabımız B variantıdır. Test 18. Seçenovun beynin refleksləri əsərinin əhəmiyyəti nədir? A bəndi ilk psixologiya dərsliyidir. B bəndi psixi hadisələrin materialist reflektor əsasını elmi şəkildə izah etmişdir. C bəndi yalnız tibb üçün əhəmiyyətlidir. D bəndi şuuraltını izah edir. Yoldaşlar, Seçenovun beynin refleksləri, səhv etmirəmsə 1863-cü il olmalıdır. Burada psixi hadisələrin beyin qabığının reflektor fəaliyyəti olduğunu materialist əsasda izah etdi. Psixologiyanın elmi əsaslarının formalaşmasında mühüm rol oynadı. Biz psixologiyanın tarixinə nəzər yetirəndə deyirdik ki, psixologiyanın tarixində materialist və idealist nəzəriyyələr var olmuşdur ilkin olaraq, hətta fəlsəfəyə gedib çıxır. Lakin materialist təlim əsasında psixologiyanın inkişafını biz görürük ki, əsasında materialist təlimi dayanırdı. Test 19. Şuuraltı prosesləri nələrdir? Yalnız xəyallar, A bəndi, B bəndi. Şuur nəzarəti olmadan baş verən reflektor, avtomatlaşmış, instinktiv proseslər, bəli. C bəndi, Freudin psixanalizi. D bəndi, yalnız yuxu prosesləri. Yalnız yuxu və xəyal aid deyil, düzdür. Öz növbəsində yuxular da şuuraltıya aiddir. Yalnız aiddir ifadəsinə görə səhvdir. Freudin psixanalizi, yəni tək Freudin psixanalizində deyil, biz qədimdə olan müəyyən qədər təlimlərdə də, Freuddən sonraki nəzəriyyələrdə də şuuraltının var olduğunu və onun üzərində tədqiqatların aparıldığını görə bilirik rahatlıqla. Ona görə yoldaşlar, bizim düzgün cavabımız, ən adekvat cavabımız B variantıdır. Çünki şuuraltı proseslər, reflekslər, avtomatlaşmış hərəkətlər, instinktlərə aiddir. Bunlar şuurun nəzarəti olmadan baş verir, lakin şuurla da müəyyən qədər əlaqəsi olan bir proseslərdir. 20-ci test. İnsanın ontogenezindəki psixi inkişaf ardıcıllığı hansılardır? A bəndi şuur, duyğu, qavrayış. B bəndi duyğu, qavrayış, hafizə, təfəkkür və şuur. C bəndi şuur ilk formalaşır. Xeyr yoldaşlar, şuur artıq ən sonda formalaşan bir prosesdir. Yalnız insanlara aiddir. Hətta Əkbər Bayramov və digər ədəbiyyatlarımız əsasında. Sonra bütün proseslər eyni vaxtda formalaşır. Xeyr yoldaşlar, bunlar mərhələli şəkildə özünü göstərir. İdraç proseslərinin inkişaf ardıcıllığı duyğudan başlayır, ən sadə. Ona görə biz də dərslərimizdə idraç proseslərinə başlayanda ilkin olaraq duyğu mövzusundan başlayırıq. Çünki duyğu sanki idraç proseslərə bir giriş qapısıdır. Əgər duyğunu biz doğru şəkildə dərk ediriksə, onu öz üzərimizdə, belə deyək, praktikasını canlandıra dərk ediriksə, digər psixi prosesləri, idraç proseslərini öyrənmək bizim üçün o qədər də çətin olmur. Yəni, sonra məsələn, duyğudan qavrayışı müqayisəli şəkildə öyrənirik, diqqətlə hafizəni müqayisəli şəkildə öyrənirik və onlardan əldə etdiyimiz bilikləri öyrəndikdən sonra təfəkkürü öyrənmək bizim üçün daha rahat olur. Şuuru həm proqramın ilk dərslərində, həm də son dərslərində artıq idraç prosesini yekunlaşdırdıqdan sonra yenidən üzərindən keçirik ki, tam olaraq şuurun nə olduğu bizim üçün aydın olsun yoldaşlar. Ona görə də deyirik, idraç proseslərinin inkişaf ardıcıllığı ən sadə duyğu ilə başlayır. Daha sonra qavrayış, hafizə, diqqət, hafizə, təfəkkür, nitq və şuur və bu şəkildə inkişafın getdiyini biz görürük. Biz nə deyirik? Deyirik ki, artıq həssaslıqda duyğunun yaranmasını görürük. Həssaslıq nə idi? Psixikanın yaranmasının əsasını da biz həssaslıqdan götürürdük. Ona görə duyğu bizim ilkin cavabımızdır. Test 21. Fəaliyyətin ən düzgün tərifi hansıdır? Bu testdən istifadə olunmuşdu işə qəbulda. Yalnız xarici fiziki hərəkətlər, B bəndi, insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili və xarici fəallığının vəhdəti, C bəndi, yalnız psixi proseslər, D bəndi isə sosial davranış. Yoldaşlar, fəaliyyət demişdik ki, daxili və xarici fəallığın dərk olunmuş məqsəd çərçivəsindəki vəhdətidir. Daxili fəallığa biz psixi, xarici fəallığa biz fiziki adını
deyirdik. Yəni istər fiziki olsun, istər psixi olsun, istər daxili, xarici tərifimiz dəyişməz şəkildədir. Bunu mütləq şəkildə əzbər bilməyimiz vacibdir. Test 22. Leontievin fəaliyyətin psixi strukturu necədir? A bəndi məqsəd, hərəkət, nəticə. B bəndi fəaliyyət, motiv, hərəkətlər, məqsəd, əməliyyatlar, şərait. C bəndi motivasiya, emosiya, iradə. D bəndi planlaşdırma, icra və qiymətləndirmə. Leontievin fəaliyyət nəzəriyyəsində biz görmüşdük ki, fəaliyyət motiv tərəfindən, hərəkətlər şuurlu məqsədə yönəlmiş olur, əməliyyatlar konkret şəraitdə icra üsuluna görə uyğun formada həyata keçirilir. Ona görə bizim düzgün cavabımız B variantıdır. Test 23. Uşaq çöplə saymaqdan fikrən saymağa keçir. Bu hansı prosesdir? A bəndi ekstralizasiya, B bəndi integralizasiya, C bəndi kompensasiya, D bəndi adaptasiya. Yoldaşlar, burada integralizasiyadır, çünki xarici, əşyavi əməliyyatın daxili, yəni fikri əməliyyata çevrilməsidir. Çöplə saymaq, yüksək səslə saymaq və oradan birinci çöplə saymaq, daha sonra yüksək səslə saymaq, daha sonra fikrən saymaq. Bu artıq ali psixi funksiyaların formalaşma yolunu bizə göstərir. Düzgün cavabımız B variantıdır. İnternalizasiya ekstralizasiyanın əksidir. Yəni burada uşaq çöplə saymaqdan fikrən yazmağa, fikrən saymağa keçirsə, bu internalizasiyadır. Yox, əgər fikrən saymaqdan artıq onu bir misal üzərində, vərəq üzərində həll eləyirsə, yəni artıq bu görünən bir formaya çevrilirsə, bu zaman bu ekstralizasiya olur. Kompensasiya əvəz etmədir. Məsələn, tutaq, görməmdə zəiflik var və yaxud görmə qabiliyyətim yoxdur, əvəzində eşitmə qabiliyyətim daha həssasdır. Digər görmə və eşitməsi normal olan insanlara baxarkən, görmə qabiliyyətini itirmiş insanlarda eşitmə qabiliyyəti daha güclü olur. Bu kompensasiyadır. Adaptasiya isə uyğunlaşmadır. Məsələn, birinci sinif şagirdlərinin məktəb adaptasiyası ola bilər, hər hansısa bir duyğunun adaptasiyası ola bilər. Bu formada anlayışlarımız da yoldaşlar bizim üçün vacibdir. Yenə qeyd edirəm, testlərdə bu hissələr düşmür. Sadəcə olaraq cavablarda internalizasiya, ekstralizasiya, kompensasiya, adaptasiya formasında sizin qarşınızda görünür. 24-cü testimiz təkrar testi deyə ona baxmıram. Nəyə görə? Çünki öncəki videolarımızda o var. 25-ci testimiz əməliyyatların avtomatlaşması, yəni vərdişə çevrilməsi necə baş verir? A bəndi qəfil baş verir, B bəndi çoxlu məşq nəticəsində şuurlu hərəkət avtomatik əməliyyata çevrilir. Bəli, bioloji yetkinləşmə ilə bağlıdır. Xeyr, C bəndi yalnız motor hərəkətlər avtomatlaşır. Xeyr, yalnız motor hərəkətlər avtomatlaşmır. Yoldaşlar, bizim düzgün cavabımız B variantıdır. Nəyə görə yoldaşlar? Çünki burada artıq əməliyyatların avtomatlaşması əvvəlcə şuurlu cəhd tələb edən hərəkət, məsələn, avtomobilin idarə olunması. Lakin biz çoxlu məşqlərdən sonra isə bu, belə deyək, avtomatlaşır, vərdiş əmələ gəlmiş olur. Burada biz dediyimiz motor hərəkətə aiddir, avtomobil, velosiped, lakin məsələn, hesablama ola bilər, yazı ola bilər, hər hansısa bir digər fəaliyyətlər ola bilər ki, o sırf motor hərəkətlə bağlı deyil, amma onlar da avtomatlaşır. Sonra 26-cı test. Qalperinin fikri əməliyyatların formalaşma mərhələlərinin ardıcıllığı hansılardır? A bəndi fikri plan, maddi əsas, nitq. B bəndi motivasiya, bələdləşmə sxemi, maddi əsas, nitq vasitəsilə fikri plan. C bəndi maddi fikri nitq. D bəndi nitq, maddi və fikri. Yoldaşlar, Qalperdə demişdik 5 əsas mərhələ vardı. Birinci gəlirdi motivasiya mərhələsi, ikinci gəlirdi ilk bələdləşmə sxemi, üçüncü maddi əsasda icra, dördüncü nitq vasitəsi icra, beşincidə isə artıq fikri planda icraya çevrilirdi. Test 27. Fəaliyyəti doğuran hansıdır? Yəni, fəaliyyəti nə yaradır? A bəndi məqsəd, B bəndi motiv, C bəndi əməliyyat, D bəndi nəticə. Yoldaşlar, diqqət yetirsəz, bu ifadələrin hamısına, bu anlayışların hamısına biz fəaliyyət mövzusunda rast gəlmişik. Yəni, hər birinin də özünün
ayrı-ayrılıqda geniş şəkildə izahı var. Lakin burada bizə fəaliyyəti doğuran səbəbi soruşursa, motiv fəaliyyəti doğurur və onu istiqamətləndirir. Məqsəd hərəkəti istiqamətləndirir. Əməliyyat hərəkətin konkret icra üsuludur. Leontiev fəaliyyət bərabərdir motiv, hərəkət bərabərdir məqsəd, əməliyyat bərabərdir şərait formasında görünür. Amma bizdən sırf fəaliyyəti doğuran ilkin formanı soruşursa, bu motivdir yoldaşlar. Test 28. Eksternalizasiya hansıdır? Daxili əməliyyatın xarici fəaliyyətə yenidən təcəssüm olunması. B bəndi. Xarici əməliyyatın daxilə keçməsi. C bəndi. Fəaliyyətin dayandırılması. D bəndi isə adaptasiya prosesi. Yoldaşlar, eksternalizasiya daxili əməliyyatın yenidən xarici fəaliyyətdə ifadə olunması. Bu ifadə daha çox uyğun gəlir. Yəni internalizasiyanın əksinədir. Öncəki testdə dediyimiz kimi. Daxilən planlaşdırılan layihənin kağıza köçürülməsi artıq bu eksternalizasiyaya bir praktik nümunədir. Test 29. Məktəb psixoloqu fəaliyyət nəzəriyyəsini şagirdlə necə tətbiq edir? A bəndi şagirdin hərəkətlərini sıralayır. B bəndi öyrənmə çətinliyini motivasiya, məqsəd, əməliyyat baxımından kompleks şəkildə qiymətləndirir. Bəli. C bəndi yalnız motivasiyanı yoxlayır. Xeyr. D bəndi yalnız motor hərəkətləri müşahidə edir. Yoldaşlar, C-D-də yalnız ifadəsinə görə avtomatik olaraq biz səhv götürürük. Fəaliyyət nəzəriyyəsinin tətbiqini soruşursa, öyrənmə çətinliyinin kökündə motivasiya dayanır və motiv yoxdur deyə bilərik, belə deyim. Sonra gəl məqsəd aydın deyil və yaxud belə deyək, əməliyyat, yəni bacarıq yoxdur. Bunlar problemli məsələlər ola bilər və psixoloq üçün bu üçünün hər birinin həm motivasiya, həm əməliyyat, həm məqsəd. Bu üçünün kompleks dəyərləndirilməsi, qiymətləndirilməsi önəmlidir. Test 30. Aşağıdakılardan hansı fəaliyyətin əsas növü deyil? A bəndi oyun, B bəndi təlim, C bəndi yuxu, D bəndi əmək fəaliyyəti. Yoldaşlar, fəaliyyətin əsas növləri oyun fəaliyyətidir, təlim fəaliyyətidir, əmək fəaliyyətidir. Məsələn, uşaqlıq dövründə oyun olur, məktəb yaşı dövründə təlim olur, artıq yetkinlik dövrdə əmək fəaliyyəti olur. Yəni, bunlar əsasdır. Ünsiyyət də əsas əlbəttə fəaliyyət növü sayılır, amma burada yoxdur. Burada uyğun gəlməyən isə yuxu fəaliyyəti, yəni elə bir əsas fəaliyyət növümüz yoxdur bizim. Ona görə buradakı cavab C variantıdır. Pavlovun analizatorlar nəzəriyyəsinə görə analizatorun üç hissəsi hansılardır? A bəndi göz, sinir, beyin, B bəndi reseptor, keçirici yollar, beyin qabağı, mərkəzi hissə, bəli, C bəndi dəri, əzələ, beyin, D bəndi sensor, motor, assosiasiya. Yoldaşlar, Pavlovun analizatoru belə deyək, izah etməsi üç əsas hissədən ibarətdir. Reseptor hissə vardır, qıcığı qəbul edir, sinir impulsuna çevirir. İkinci gəlirdə aferent sinir vardı, impulsu mərkəzi ötürür. Üçüncü gəlirdə beyin qabığı mərkəzi vardı ki, artıq burada duyğular yaranırdı. Ona görə düzgün cavabımız B variantıdır. Şerentoqun bölgüsünə görə distant ekstrareseptiv duyğulara hansılara aiddir? Demişdik, ekstrareseptiv duyğular özləri iki yerə bölünür. Məsafə duyğuları və distant duyğular bizdən soruşulan distant duyğulardır. A bəndi dad, toxunma, temperatur, B bəndi görmə, eşitmə, iyi bilmə, C bəndi hərəkət, müvazinət, D bəndi isə acılıq və susuzluq. Yoldaşlar, distant duyğular qıcıqla birbaşa təmas olmadan yaranan duyğulardır. Məsələn, görmə duyğusu işıq dalğaları vasitəsilədir və birbaşa kontakt olmadan yaranır. Eşitmə duyğusu səs dalğaları vasitəsilə, iyi bilmə duyğusu var. Uçucu molekulları biz buna misal göstərə bilərik ki, yəni birbaşa təmas olmadan yaranır. Yəni bizim əsas distant duyğularımız olur görmə duyğusu, eşitmə duyğusu, iyi bilmə duyğusu. Kontakt duyğularımız isə birbaşa təmas olaraq yaranır. Kontakt duyğularımıza dad duyğusu aiddir, toxunma, dəri duyğusu aiddir. Bizdən distantı soruşur. Ona görə düzgün cavabımız B variantıdır. Test 33, 34 bunlar öncəki testlərimizdə var bizim. Ona görə yenidən vaxt itirmək istəmirəm.
Test 35-də bizdən Weber-Fechner qanununun formulunu soruşur. Yoldaşlar, Weber-Fechner qanununun formulu B variantında düzgün gəlir. S bərabərdir K-nın hasili loqaritmi R üstə gələk S duyğunun intensivliyi. Burada S qıcığın fiziki gücünün R ilə artmasının loqaritmaya münasibətidir. Praktik nəticədə isə qıcıq güclü olduqda eyni artım daha az hiss olunur. Yəni düzgün cavabımız B variantıdır. Bu da psixoloqların işə qəbulunda istifadə olunmuş test tapşırıqlarından biri idi. Adaptasiya ilə sensibilizasiyanın fərqi nədir? Biz adaptasiya və sensibilizasiyaya rast gəldiyimiz əsas anlayışlardan biridir. Duyğunun qanuna uyğunluqlarıdır. Sizin üçün hətta istinad da verim. Adaptasiya, sensibilizasiya, sinesteziya həmin mövzu daxilindədir. Adaptasiya və sensibilizasiyanın fərqi A bəndi onlar eynidir. Xeyr, B bəndi. Adaptasiya uzun qıcıq nəticəsində həssaslıq dəyişir. Sensibilizasiya isə bir analizatorun digərinin həssaslığını artırmasıdır. C bəndi sensibilizasiya daha güclüdür. Xeyr, adaptasiya yalnız görmü üçündür. Xeyr, yəni adaptasiya digər belə deyək, duyğular üçün də keçərlidir. Ona görə yoldaşlar bizim düzgün cavabımız B variantıdır. Adaptasiya bir analizatora uzun müddətdə qıcıq verilir. Həmin analizatorun həssaslığı həmin qıcığa uyğun olaraq dəyişir. Sensibilizasiya isə bir analizatorun qıcığı başqa analizatorun həssaslığının artmasına səbəb olur. Buna görə düzgün cavabımız B variantıdır. Test 37, 38, 39, 40 bunlar öncəki testlərimizdə var bizim yoldaşlar. Hətta 41 də var, amma yenə deyək. Qavrayış duyğudan nə ilə fərqlənir? Qavrayış daha sadədir. Qavrayışın əsasını, qavrayış əşyanın bütöv obrazını, duyğu ayrı-ayrı xüsusiyyətlərini əks etdirir. Qavrayış yalnız görmə ilə bağlıdır. Onlar tamamilə eynidir. Yoldaşlar, daha dəqiq olması üçün belə deyim ki, duyğu bir analizatorun iştirakı nəticəsində yaranır və bir xüsusiyyəti özündə əks etdirir. Məsələn, rəng, qoxu. Qavrayış isə bir neçə analizatorun birgə işi sayəsində yaranır və bütöv bir obraz yaranır. Məsələn, rəng, forma, iy, dad birləşir, bir qavrama obrazını yaradır. Bir qavrayış obrazını yaradır. Ona görə düzgün cavabımız B variantıdır. Böyüklük, forma və rəng konstantlığı arasındakı fərq nədir? Hamısı eynidir? Xeyr, yoldaşlar, eyni deyil. Böyüklük uzaqlaşanda kiçilsə də böyük, forma bucaq dəyişsə belə eyni, rəng, işıq dəyişsə belə eyni. Bəli, rəng konstantlığı daha mühümdür. Xeyr, yoldaşlar, hər hansı birinin mühüm olduğunu deyə bilmərik. Deyəbəndi, yalnız böyüklük konstantlığı var. Xeyr, konstantlığın özünün də 3 əsas forması var, yoldaşlar. 3 əsas növü var deyə bilərik. Böyüklük, belə deyək, retinalda obraz kiçilsə belə böyük qavranılır. Formada baxış bucağı dəyişsə belə forma eyni qalır. Rəngdə də işıqlanma dəyişsə belə rəng eyni qalır. Yəni biz bunların hər üçünü adekvat formada qavrayırıq. Məsafədən, rəngdən, görmə bucağından asılı olmayaraq. Test 43. Botanik bitkiləri, ovçu heyvan izlərini, fotoqraf işıq kölgəni qavrayır. Eyni meşə, fərqli qavrayış. Belə bir situasiya təsəvvür edək ki, botanik, ovçu və fotoqraf bunlar 3 dostdular, gedirlər bir meşəyə. Meşəyə gedərkən botanik bitkiləri qavrayır daha çox. Ovçu heyvan izləri onun diqqətini çəkir, fotoqraf isə işıq kölgəni daha aydın şəkildə onun belə deyim diqqətini cəlb edir, onu ayırd edə bilir, onu qavraya bilir. Bu nədir? Konstantlıq, bütövlük, apersepsiya, predmentlilik. Yoldaşlar, burada apersepsiyadan söhbət gedir. Çünki hər kəsin peşəsi, keçmiş təcrübəsi, maraqları qavrayışını müəyyən istiqamətə yönləndirir. Yəni eyni meşədir, eyni təbiətdir, eyni qıcıqlandırıcılardır. Amma buna baxmayaraq apersepsiyadan asılı olaraq, yəni onların maraqlarından, onların peşə fəaliyyətindən asılı olaraq, üzr istəyirəm, fərqli formada özünü göstərdi. Yoldaşlar, yenə qeyd edirəm, imtahanda sadəcə olaraq apersepsiya ifadəsi düşür. Mən sadəcə olaraq qruplarımda daha aydın şəkildə yadda qalsın, əzbərə əsaslanmasın, məntiqi
yada saxlamaya əsaslanması üçün bütöv şəkildə cavabları göstərirəm. Test 44. Şəkilə baxanda bəzi şagirdlər 200, bəziləri isə bir vaza görür. Bu sizin kitabınızda olan bir nümunədir. Bu apersepsiyadır, konstantlıqdır, figur fon dönən qavrayışıdır və yaxud illüziya olduğunu bizdən soruşur. Yoldaşlar, bu sizin kitabınızda olan Rubin vazasıdır. Burada figur fon münasibətlərinin dönən qavrayış nümunəsidir. Burada figur vazadır, fon isə burada üzlər var. Alternativ olaraq yerlərini dəyişirlər. Ona görə düzgün cavabımız C variantıdır. Bu hissə düşmür. Sonra Gestalt psixologiyasının bağlılıq prinsipi nədir? A bəndi yaxın elementlər qruplaşır, B bəndi oxşar elementlər qruplaşır, C bəndi natamam formaları tamamlamağa meyil, D bəndi fon figur münasibəti. Yoldaşlar, bizdən soruşulan bağlılıq prinsipidir. Orada əsas 3 prinsip var, amma bağlılığı soruşur. Bağlılıqda beyin natamam formaları tamamlamağa meyillidir. Yarımçıq dairə bütöv qavranılır. Yəni bu realdır. Əsas 4 prinsipi var. Bəzi ədəbiyyatlarda 3 göstərilir, bəzilərində 4. Amma əksərən 4 də qəbul olunur. Yaxınlıq prinsipi var, oxşarlıq prinsipi var, bağlılıq prinsipi var, figur fon prinsipi var və bunu siz çox güman ki Gestalt psixologiyanın modul dərsləri olur. Oradan öyrənmiş olarsınız. Sadəcə olaraq bizə ümumi psixologiyada anlayış olaraq lazım olur. Yəni onu biz texnikalarını və yaxud da ki prinsiplərə əsaslarının nəyə əsasən dayandığını, hansı formada praktikada tətbiq olunduğunu aydınlaşdırmırıq. Sadəcə olaraq anlayış olaraq bizə əsas bunlar lazım olur. Gecə qorxuya düşmüş uşaq paltarın kölgəsini canavar kimi qavrayır. Bu nədir? Halüsinasiya, affektiv illüziya, psevdohalüsinasiya, D bəndi isə vizual agnoziya. Yoldaşlar, burada bir illüziya var, affektiv illüziyadır. Affektiv illüziyada biz nə demişdik? Güclü emosional hal, yəni qorxu qavrayışı dəyişdirir. Kölgə, yəni həqiqi bir qıcıq var, kölgə var. Lakin yanlış qavramadır. İllüziya nə deyirdik biz? Yanlış qavrama, təhrif olunmuş qavrama. Yəni bu normal insanda da mümkündür. Sadəcə olaraq adı affektiv illüziya olaraq adlandırılır. Bu hissəni silək. Bu hissə testlərdə istifadə olunmur. Psevdohalüsinasiya digər kitabda var. Uzaqda görünən kiçik avtomobil, vizual agnoziya. Bunlar digər testlərimizdə vardı. Tat ilə Rorschach testinin oxşar cəhəti nədir? Yoldaşlar, A bəndi hər ikisi eşitmə qavrayışını ölçür. Xeyr, yoldaşlar, bunlar proyektiv metodikalardır. B bəndi hər ikisi apersepsiya prinsipinə əsaslanır. Bəli, insan öz daxili dünyasını materiala proyeksiya edir. Bəli, hər ikisi intellekti ölçür. Xeyr, proyektiv metodikadır, intellekt testi deyil. Heç bir əlaqəsi yoxdur. Xeyr, eyni proyektiv metodikalarda birləşən bir ümumi xüsusiyyəti var, yoldaşlar. Tat və Rorschach hər ikisi proyektiv testlərdir. Apersepsiya prinsipinə əsaslanır. İnsan qeyri-müəyyən materiala öz motivasiya, öz münasibət, öz keçmiş təcrübəsini proyeksiya edir. Biz nə edirik bu zaman? Pasiyentin qarşısına tat və yaxud Rorschach testini qoyuruq. Daha sonra o artıq öz apersepsiyasından çıxış edərək bizə özü haqqında informasiyanı ötürmüş olur. Test 51. Uşinskinin diqqət haqqındakı məşhur ifadəsi hansıdır? Yoldaşlar, bu tipli testlər çox təəssüf ki, imtahanlarda istifadə olunur. A bəndi diqqət hafizənin açarıdır. Xeyr. B bəndi diqqət ağlının o qapısıdır ki, xarici dünyadan gələn hər şey ondan keçir. Bəli, Uşinski deyirdi ki, diqqət ağlının məhz o qapısıdır ki, xarici dünyadan gələn hər şey ondan keçir. Buna görə də bu qapının bütün hərəkətlərini nəzarət altında saxlamamaq mümkün deyildir. Ona görə bizim düzgün cavabımız B variantıdır. Diqqətin ən məhsuldar növü hansıdır? Çox sayda sualdır, yoldaşlar. A bəndi qeyri-ixtiyari diqqət, B bəndi ixtiyari diqqət, C bəndi ixtiyardan sonraki diqqət. Yoldaşlar, ixtiyardan sonraki diqqətdir, çünki əvvəlcə iradi cəhd tələb edir, lakin tədricən maraq yarananda idarə olunmadan davam edir. Həm şuurlu, həm də yorulmadan uzun müddət müəyyən bir fəaliyyət üzərində iş görməkdə bizə köməklik göstərir. Ona görə bizim ən məhsuldar diqqətimiz ixtiyaridən sonraki diqqətdir.
53-cü test diqqətin həcmi haqqında Miller qanunu nə ifadə edir? Miller qanunu diqqətin həcmi bir anda 7 plus minus 2, 5, 9 vahid belə deyək. Vahiddən ibarətdir. Şagirdlərə eyni anda verilən tapşırıqların sayında biz bunu artıq nəzərə alırıq. Bizim düzgün cavabımız 7 plus minus 2-dir. Yenə deyirəm, bu hissələr testdə istifadə olunmur. Müəllim deyir, Orxan heç bir şeydə oturmur, amma sevdiyi oyunu 2 saat oynayır. Burada nədir? Yoldaşlar, yəni belə deyək. Əgər sevdiyi bir işdirsə, onda 2 saat oynaması mümkündür. Burada artıq diqqətin idarəsi çətindir, lakin qeyri-ixtiyari diqqət güclü maraq zamanı işləyir. Maraqlı oyunda uzun müddət diqqətini belə deyim, cəmləşdirə bilir. Bu zaman biz B variantının doğru olduğunu görürük. 45 dəqiqəlik dərsdə diqqətin sabitliyi nə vaxt azalır və müəllim nə etməlidir? 10 dəqiqədən sonra xeyr, ümumiyyətcə 30-35 dəqiqə olaraq götürürlər yoldaşlar bunu və fəaliyyəti dəyişmək lazımdır bu zaman. Yəni belə deyim, diqqətin sabitliyinin müddəti 30-35 dəqiqə qəbul olunur və 30-35 dəqiqədən sonra azalmağa başlayır diqqətin sabitliyi və müəllim bu anda artıq bu müddətdən sonra fəaliyyəti dəyişdirməlidir. Məsələn, qrup işindən istifadə edə bilər, sual-cavabdan istifadə edə bilər, qısa fiziki hərəkətlərdən istifadə edə bilər. Yəni sinif daxilində edə biləcəyi hər hansısa bir qısa müddətli fiziki fəaliyyət ola bilər. Test 58-ə baxaq yoldaşlar. Diqqətin fizioloji əsasını hansı nəzəriyyə izah edir? A bəndi Ebbinghaus'un hafizə nəzəriyyəsi. Xeyr yoldaşlar, bu unutma əyrisi Ebbinghaus'un adından bağlıdır. B bəndi Pavlovun optimal oyanma ocağı. C bəndi Vygotsky'nin ali psixi funksiyalar nəzəriyyəsi. D bəndi Miller'in plus minus 2 qanunu, 7 plus minus 2 qanunu. Diqqətin fizioloji əsasını deyirsə yoldaşlar, burada Pavlovun optimal oyanma ocağı beyin qabığında güclü oyanıqlıq ocağı dominantlıq formalaşır, ətraf sahələrə mane olur və diqqətin cəmlənməsi prosesinin fizioloji əsasında bunun dayandığı göstərilir. Psixoloq kiçik məktəb yaşlı uşaqda diqqəti inkişaf etdirmək üçün ən uyğun üsulu seçir. Uzun mühazirə xeyr, kiçik yaşlıdan söhbət gedir və diqqəti, qeyri-ixtiyari diqqəti daha çoxdur. Oyun vasitəsilə tapşırıqlar verir, maraqlı material, qısa tapşırıqları tədricən uzatmaq. Bəli, həqiqətən də yoldaşlar, bu zaman biz fəaliyyətin daha səmərəli olduğunu görürük. Yəni, kiçik məktəb yaşında oyun, maraqlı material qeyri-ixtiyari diqqəti cəlb edir. Qısadan uzun tapşırıqlara keçirik. Bu zaman isə biz tədricən ixtiyari diqqəti də inkişaf etdirmiş oluruq. Yoldaşlar, gəlin digər test tapşırıqlarına nəzər yetirək. Hansını keçirə bilərik? Gəlin 67-ci testə baxaq yoldaşlar. Bu bir qədər fərqlidir. Test sualı A, B, C, D ilə açıq sualın fərqi nədir? Hər ikisi eyni çətinlikdədir. Xeyr. Test sualı tanımaya, açıq sual yada salmaya əsaslanır. Tanıma daha asandır. Bəli yoldaşlar. Yəni burada artıq xarici ipucuları var. A, B, C, D variantlar mövcuddur və daha asandır. Yadda salmaq, xarici yardım olmadan artıq biz belə deyək, əgər test sualında A, B, C, D variantları varsa, bu zaman biz tanımaya əsaslanırıq və cavabı daha asan şəkildə tapa bilirik. Açıq sualı isə daha çox yada salmaya əsaslanır. Ona görə düzgün cavab B variantıdır. 69-cu sual. Hafizənin hazırlıq xüsusiyyəti nə ifadə edir? A bəndi materialı tez yadda saxlamağı, B bəndi materialı uzun müddət saxlamağı, C bəndi lazım olan anda yadda saxlananı tez yada sala bilməyi, D bəndi hafizənin geniş həcmini. Yoldaşlar,
Biz demişdik ki, hafizənin 5 əsas xüsusiyyəti vardı ki, hazırlıq mərhələsi də burada özünü göstərir. Hazırlıq isə lazım olan anda hafizədəki materialı tez, dəqiq yada sala bilmək üçün bizə lazım idi. Ona görə düzgün cavabımız C variantıdır. 70 yaşlı Mikail bu gün unudur, lakin 50 il əvvəl öyrəndiyi velosiped sürməni yadda saxlayır. Paradoksal vəziyyətdir. Xeyr, B bəndi. Motor hafizəsi çox möhkəmdir. Yaşla eyni məlumatlar üçün qısa müddətli hafizə zəifləyir. Bəli, yoldaşlar, həqiqətən də motor hafizəsi hərəkət vərdişləri çox möhkəmdir. İllər sonra da yadda saxlanılır. Yaşlılarda yeni məlumatlar, yəni qısa müddətli hafizə zəifləyir, lakin motor vərdişlər hələ də saxlanılmış olur. Ali psixi funksiyalar haqqında. Ali psixi funksiyalar anlayışını psixologiyaya ilk dəfə kim daxil etmişdi? Ali psixi funksiyalar Vygotsky tərəfindən daxil edilmişdi. Daha sonra Luria və Leontiev tərəfindən inkişaf etdirilmişdi. Amma bizə hal-hazırda Vygotsky'nin adı lazımdır. Vygotsky ali psixi funksiyaların inkişaf qanununu necə ifadə edirdi? Yoldaşlar, Vygotsky deyirdi, həm ali psixi funksiya, yəni hər bir ali psixi funksiya belə deyək, 2 dəfə meydana çıxır. Əvvəlcə sosial interpsixoloji, yəni insanlar arasında, daha sonra isə psixoloji, yəni intrapsixoloji planda həyata keçirilirdi. Natural psixi proseslərin ali psixi funksiyalardan əsas fərqi nədir? Demişdik ki, naturala və aliyə bölünürdü. Natural bioloji mənşəli idi, ixtiyarsız idi, heyvanlarla ortaq bir cəhət idi. Ali psixi funksiyalar isə sosial mədəni mənşəli idi, ixtiyari idi, vasitəli, yəni nitqlə əlaqəli idi və şuura daxildir, yalnız insana aiddir. Ona görə düzgün cavabımız B variantı olur. Sistem sözünün mənası nədir, yoldaşlar? Sistem sözünün mənası Yunan dilindən götürülmüşdür. Hissələrdən əmələ gəlmiş, birləşmiş bütöv deməkdir. Sistemlik psixologiyanın metodoloji prinsiplərindən biridir və psixi hadisələr vahid sistem çərçivəsində öyrənilirdi. Əsas açar sözümüz bütöv və yaxud sistemli şəkildə olur. Fərqli testlərə baxaq, yoldaşlar. Ali psixi funksiyaların ixtiyariliyi məktəb psixologiyası üçün nə üçün, məktəb psixologiyasına görə nə üçün lazımdır? Heç bir əhəmiyyəti yoxdur. Funksiyalar şuurlu idarə oluna bilir, özünü tənzim, özünü nəzarət bacarığı inkişaf edə bilir. Bəli, həqiqətən də yoldaşlar, burada da düzgün cavabımız elə B variantıdır. Burada ixtiyarilik var və şuurlu idarə oluna bilən bir formaya çevrilir. Bu məktəb psixoloquna imkan verir ki, şagirdlərdə özünə tənzim, özünə nəzarət, iradə bacarıqlarını inkişaf elətdirsin. Sonra keçirik iradə mövzusuna. Xəstə Ramiz deyir, bilirəm işə getməliyəm, lakin gedə bilmirəm. Aylarla vəziyyəti belədir. Burada hansı anlayışdır? Qətiyyətsizlik, laqeydlik, abuliya və yaxud inadkarlıq. Yoldaşlar, burada doğru cavab abuliyadır. Çünki bilirəm, amma edə bilmirəm ifadəsi var. İradənin kəskin zəifləməsini ifadə edir. Ağır depressiyada məsələn özünü göstərə bilən bir haldır. İmtahanda abuliya şəklində düşür. Bu hissələrdən istifadə olunmur. Psixoloqun şagirdlərdə iradəni inkişaf etdirməsi üçün ən uyğun strategiya hansıdır? A bəndi, hər şeyə hazır vermək. Xeyr, yoldaşlar, bu zaman inkişafdan söhbət gedə bilməz. İradənin inkişafı üçün müəyyən bir çətinlik lazımdır. Maneəsiz iradə formalaşmaz. Yəni, iradənin tərifində də biz görürük ki, maneəni aşaraq müəyyən bir fəaliyyətin icrası var burada. Və tədricən artan çətinlik, müstəqil qərar vermə imkanı, nailiyyətlərin gücləndirilməsi iradəni özündə formalaşdırır. Ona görə düzgün cavabımız B variantıdır. Fizioloji əsas, iradənin fizioloji əsasını hansı nəzəriyyə izah edir? Ebbinghaus nəzəriyyəsi, Pavlovun ikinci siqnal sistemi, frontal lobun
İradəvi davranışdakı rolu. Bəli, həqiqətən də düzgün cavabımız B variantıdır. İradənin fizioloji əsası Pavlovun ikinci siqnal sistemi yoldaşlar. Söz, nitq budur və iradəli davranışın əsasını təşkil edir. Frontal lablar isə planlaşdırma və nəzarət üçün əsas hissələr hesab olunur. Ona görə düzgün cavabımız B variantıdır. Sonra gəlirik bizim əsas üçün vacib olan psixoloji xidmət qaydaları haqqında. Məktəb psixoloji xidmətinin 5 əsas istiqaməti hansıdır? Yoldaşlar, bizim 5 əsas istiqamətimiz var və bunlardan belə deyək, birincisi psixodiaqnostikadır, ikinci psixokorreksiya, üçüncü psixoprofilaktika, dördüncü psixoloji məsləhət, beşinci isə psixoloji maarifləndirmədir. Düzgün cavabımız B variantıdır. Psixoloji xidmətdə gizlilik, yəni konfidensiallıq prinsipi nə ifadə edir? Heç bir məlumatı heç kimlə paylaşmamaq. Xeyr yoldaşlar, burada müəyyən bir istisnalar var ki, həmin istisnalar zamanı məlumatlar paylaşılır. B bəndi şəxs haqqında məlumatın onun razılığı olmadan üçüncü şəxsə verilməməsi. Bəli, həqiqətən də gizlilikdə biz deyirik ki, psixoloji sessiya zamanı əldə edilən, yəni psixoloji seans zamanı əldə edilən məlumat müraciət edənin razılığı olmadan üçüncü şəxslərə verilə bilməz. Yəni istisna hallar əlbəttə var. Həyat üçün real təhlükə olan vəziyyətlər var ki, orada əsas 3-4 punkt var ki, bu zaman istisna hal olaraq məlumatın verilməsi mümkündür. Sadəcə olaraq əsas prinsip B variantıdır. 14 yaşlı Aynurun anası, qızım sizə nə danışdı deyin, deyir. Hər şeyi anaya danışmaq, xeyr, B bəndi gizlilik prinsipinə görə məzmunu bildirməmək, Aynurun razılığı olmadan məlumat, etik pozuntudur. Bəli, həqiqətən də gizlilik var burada. 14 yaşlı Aynur yeniyetməli, psixoloji seansın məzmunu onun razılığı olmadan valideynlərlə birbaşa bölüşdürülə bilməz. Yəni burada artıq etik bir pozuntu var. 15 yaşlı Lalə, bəzən yaxşı olar ki, yox olum. Heç kim məni sevmir deyir. Bu zaman nə edirik? Uşaq danışığı deyib keçirik. B bəndi intihar riskini qiymətləndiririk. Laləni dinləyirik, valideynə bildiririk, mütəxəssisə yönləndiririk. C bəndi dərhal müdiriyyətə bildiririk. D bəndi Laləni evə göndəririk. Yoldaşlar, ifadələrə diqqət yetiririk biz seans zamanı, çünki bizim üçün vacibdir. Yaxşı olar ki, yox olam. Bu intihar riskini aydınlaşdırmalı olduğumuz bir ifadədir. Gizlilik bu halda müəyyən qədər pozula bilir. Psixoloq qiymətləndirir və valideynə müəyyən bir məlumat verir, yönləndirmələr olur burada. Ona görə düzgün cavabımız B variantıdır. 95. Şagirddə bədən üzərində şübhəli izlər var. Müsahibədə yəni seans zamanı deyək də, evdə döyüldüyünü bildirir. Gizlilik ilə məlumatı saxlamaq, uşağa qarşı zorakılıq şübhəsini müvafiq qurumlara bildirmək, gizlilik bu halda götürülür. Bəli, bu zaman uşağa qarşı, yəni yenə deyirəm, aydınlaşdırırıq əvvəlcə. Uşağa qarşı zorakılıq varsa, gizliliyin qaldırılmasının ən mühüm əsaslarından biridir. Psixoloq artıq burada müvafiq orqanları məlumatlandırır. Yenə deyirəm, əgər həqiqi əsaslı bir vəziyyətdirsə. Real bir vəziyyətdir. 96. Birinci sinif adaptasiyası üçün psixoloqun işi hansı istiqamətə aiddir? A bəndi yalnız psixokorreksiya, xeyr, B bəndi psixoprofilaktika, psixodiaqnostika, çətinlikləri erkən aşkarlar qarşısını almaq. Bəli, yoldaşlar, birinci sinif adaptasiyası psixoprofilaktikanın klassik nümunəsidir. Problem yaranmadan öncədən biz artıq müdaxilə edirik. Diaqnostika isə artıq erkən aşkarlanma üçün bizə lazımdır. 97. Rəhbər bütün pedaqoji şurada psixoloji hesabatı oxutmaq istəyir. Hesabatda fərdi şagird adları var. A bəndi müdirin istəyini yerinə yetirmək, B bəndi hesabatı ümumi statistik göstəricilər şəklində təqdim etmək, fərdi məlumatlarda gizliliyi qorumaq, paylaşmamaq, bəli, hesabat yazmaqdan imtina etmək, D bəndi şagirdlərə xəbər vermək. Xeyr yoldaşlar, burada artıq hesabatlıq və hesabat vermə və gizlilik mümkündür. Çünki psixoloq ümumi statistikanı verir,
Məsələn, 10 şagirddə adaptasiya çətinliyi var. Fərdi məlumatlar isə açıqlanmır. Məsələn, fərdi olaraq ad, problemin detalı burada bildirilmir yoldaşlar. Ona görə düzgün cavabımız B variantıdır. Test 98. Psixoloq şagirddə öz kompetensiyasından kənar ağır klinik problem müəyyən edir. Bu zaman nə edir? A bəndi problemi özü həll etməyə cəhd edir. B bəndi müvafiq mütəxəssisə, psixiatra, nevroloqa yönləndirir. Valideynə vəziyyəti izah edir. C bəndi şagirdi məktəbdən çıxarır. D bəndi gizliliyi qoruyaraq heç kimə heç nə demir. Yoldaşlar, burada referal, yəni yönləndirmə var. Psixoloqun kompetensiyasından kənar problemlər üçün müvafiq mütəxəssisə yönləndirmək artıq peşəkar bir vəzifədir. Ona görə də burada nevroloqa, psixiatra yönləndirilir və valideynə də vəziyyət barədə izah verilir. 99. Hansı hallarda fərdi psixoloji xidmət qrup xidmətindən üstün tutulur? Fərdi qrupdan üstün tutulur. A bəndi həmişə fərdi daha yaxşıdır. B bəndi şəxsi, həssas, dərin müdaxilə tələb edən, məhrəmlik lazım olan hallarda. C bəndi qrup həmişə daha effektlidir. D bəndi yalnız valideyn razılığı olmadıqda. Yoldaşlar, fərdi xidmət, şəxsi, həssas, məsələn, ailə ilə bağlı, zorakılıqla bağlı, intiharla bağlı olduqda və yaxud dərin müdaxilə lazım olduqda bu zaman fərdi xidmətə üstünlük verilir. Qrup xidmətində məsələn profilaktikada istifadə edə bilərik qrup xidmətindən. Sosial bacarıqlarda çox gözəl özünü göstərir və ümumi inkişaf zamanı həqiqətən də qrupla işləmək daha gözəldir. Amma burada bizdən fərdini soruşduğuna görə biz B variantını seçirik. Test 100. Psixoloji etikanın ən vacib prinsipi nədir yoldaşlar? Yoldaşlar, psixoloji etikanın prinsipləri var. Zərər vermə, fayda vermək, ədalətli olmaq, könüllülük, gizlilik, peşəkarlıq, hətta yəni burada bizdən soruşulan varianta uyğun, tam uyğun B variantı uyğun gəlir. Zərər vermə, ilk növbədə zərər vermə. Buna könüllülük, gizlilik, fayda da əlavə olunur. Bizdə istifadə olunacaq testdə bu hissədir. Hələ ki bu qədər yoldaşlar. Diqqətiniz üçün təşəkkür edirəm.